Hanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Bir neçə gözəl və özəl xəbərləri sizə çatdırım. Birinci, mənim özümə də siqnal gəldi. Məxfi xəbərlər var Ukrayna cəbhəsində. Rusiyanı darmadağın eləyibdi, aləm deyib bir-birinə. Mənə dedilər ki, sabaha ya bürsə günə, ya sabah ya bürsə gün xalqı sevindirəcəksən gözəl xəbərlərlə. Yəni Əliyevə, Putinə vurulacaq, vurulan zərbələrlə. Dalda iş gedir, güclü gedir. Birincisi budur. İkincisi, dəyərli vətənlərin, dəyərli soydaşlarım, gördüğünüz gibi biz əvvəldən də dedik 90% Trump oyun oynuyor. Məqsəd nədir? Dünyanın en büyük iki ailəsindən biri Almandır. Trump'ın özü əsl Almandır. Elon Musk Almandır. Yəni dünyanın Almaniyanı gücləndirmək lazımdır. Almaniya ordu saxlamağa icazə verilmirdi. Almaniyanı gücləndirmək lazımdır. Avropanın özünün ordusu olmalıdır. Avropa güclənməlidir. Amerika Çinlə məşğul olmalıdır və arxa dayaq məntəqəsi olaraq Ukraynanı dəstəkləməlidir. Və gördünüzmü? Hətta orta mənzilli raketləri belə Biden 5 ilə 4 ilə zorla verdi. Trump artıq onun da qərarını verdi. Uzaq mənzilli raketlər də verilməlidir Ukraynaya. Dəyərləmədənən gördünüz ki, Trump'ın özəl təmsilçisini Putin qəbul eləmədi. Gördünüz ki, Putin montaj oldu. Maşından düşdüyü video o indinin videosudur. Yəni qış ayında çəkib. Amma içəri girdiyi letni formada və içəridə ventilyatoru gördünüz ki, o yayda çəkilən kadr idi. Putin Trump'ın gönderdiği adam yerine koymayıp, 30 günlük sülhə imza atmayıb, deyib ki, mənə davamlı sülh lazımdır, amma şərtlərim var. Nə şərtləri? Kırım, Lugansk, Donetsk, Rusiyanın torpağı kimi tanınmalıdır və Kursdan Ukrayna ordusu çəkilməlidir. Bu da o deməkdir ki, sülhə Putin getmir. Və Lukashenko dünən təcili Lukashenko Putinlə görüşdü. Və dəyərli vətənlərim dedi ki, Rusiyanın axıra kimi vuruşacaq Ukrayna torpaqları bizim torpaqlar olub axıra kimi vuruşacaq. Yəni Jirinovski yoxdur da Putinin ağzından Lukashenko dedi. Yəni sülhə qol çəkmədilər, dəyərli vətənlərim. Trump qəzəbləndi. Dünən gecədən bu günə Rusiyaya öldürücü, sarsıdıcı zərbə vurulub, onu demirəm. Mənə də deməyiblər, çünki sabah deyəcəklər, səsi sabah çıxacaq bəlkə, çıxmasa da mən deyəcəyəm. Əziz vətənlərim, Trump sərt qərarlar verdi. Koral Enerji daxil 2 il ərzində 78 milyard Putinə savaş pulu verən İlham Əliyevin renk dəyişdirən, sanksiyalar gəldikcə ad dəyişdirən, renk dəyişdirən şirkətlər artıq öndədir. Gör nə vəziyyətə çatıbsa İlham. Artıq gördünüz ki, dünənki çıxışı ictimai televiziyada yayımlandı. İlham Əliyev artıq Trump'dan da ümidlərini kəsibdi. Əvvəl çox ümidli danışdı İlham Əliyev. Elə danışır ki, sanki neftimiz var, gazımız var. Gazdan düzdür, az da olsa, cüzi 0.1% de olsa biz gazdan, neftdən təmin edirik dünyanın, nə bilə ölkə. İlham Əliyev, nə neft gaz minnəti qoyursan, mən gəlsən prezident, Quba Dibadoğlu gəlsə, Əli Kərimli gəlsə, həm kim gəlir gəlsin. Güya səndən yaxşı o gazı, nefti satmayacaq mı biz Avropaya, Amerikaya? Əziz vətənlərim, dəyərli soydaşlarım, bu arada gör İlham Əliyev nə günə salınıbsa, Trump Əliyevə vaxt qoyubdu. Söyledi, yəni ki, Quba Dibadoğlu təcili bütün üzərindəki olan cinayət işlərini götürürsən, yoxsa təyyarə ehtiyat hissələrinə tutulmuş sanksiyalar gələcək. Birisi Azərbaycana sanksiya verilməyib deyə Rusiyanın hava yolu Azərbaycandır. Bütün silah, texnika, quru qüvvə, hava qüvvə, hər şey, o cümlədən Rusiyanın sanksiya düşən vacib təyyarələrin digər silah və texnikaların vacib hissələri, hələ başqa texnikalarında vacib hissələr Azərbaycan üzərindən keçirilir. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, aləm deyib bir-birinə, yəni Trump biz əvvəldən də demişdik, oyun oynayır Trump, 90% Trump oyun oynayacaq, aprel-may ayına qədər oyun oynayacaq, sonra ən ağır şəkildə Rusiyaya zərbə vuracaq, Avropanı gücləndirəcək, Almaniyanı gücləndirəcək, silahlandıracaq, Trump əsl istədiyimiz olacaq. Bu olmasa 90% belə olacaq, olmasa Trump aprel-may ayını o üzə keçməyəcək. Və gördüyünüz kimi artıq sanksiyalar gəlir, gördüyünüz kimi artıq zərbələr vurulur, gördüyünüz kimi bütün silah hər şeylə təmin edilir Ukraynaya. Əziz vətənlərim, düzdür, Amerikaya çox baha başa gəldi bu. 2 trilyon, 3 trilyon civarında Amerika pul itirdi, səhmlərini itirdi, Amerika şirkətləri pul itirdi. Eləcə də Trump'ın dalında duran milyarderlər neredeyse bəziləri şirkətlərin 50% gəlirini, nə bilim o səhmlərini hamısını itirdi. Dəyərli vətənlərim, Avropa və digər ölkələr, Rusiyanın düşməni olan ölkələr, Amerikanın
Hər şeyini boykot elədilər, əlavə dəyər vergisi qoydular və s. və ilə bunu çox uzatmaq istəmirəm. Keçirəm məsələyə. Deməli, birinci məsələ o oldu ki, İlham Əliyevə Putinə böyük zərbələr gəlir. Artıq İlham Əliyevin Trump ümidləri itdi. Sabah ya bürsü gün mən xalqımı gözəl şəkildə sevindirəcəyəm. Kanalı izləyin, sevindirəcəyəm sizi. Çox gözəl xəbərlər gələcək İlham Əliyevin sonunla bağlı. Və deyilənmədənəm İlham Əliyev sanksiyalar neftə görə deməli Koral Enerji daxil bəzilərinə sanksiya verildi. 6 gəmisi tutuldu, neçəsi batırıldı. Aydın məsələdir. Bunlar aydın məsələdir. Üstəlik mən sizə demişdim ki, Afrikaya Rusiyadan silahların satılması, yanğından mal qaçırırmış kimi satılmasını İlham Əliyev həyata keçirirdi. O Eritreyada tutulan gəmilərdə narkotikdən, puldan əlavə gəmi silahlar olubdu. Onda hamısını tutublar. Deyələmədəm, indi silah cəbhədə elə silahlar var, effekt vermir də. Onlar artıq metallom kimidir. Onlar amma Afrikada ən müasir silah kimi olur və Afrika ölkələrinə sata bilirlər. Neyse deyələmədəm, sabah dəhşətli dərəcə sizi sevindirəcəm. Amma sizə 2 xəbər deyim. Yadınızdadırmı? O ANS-in işçiləri televiziyada deyirlər ki, Almaniyaya deyirlər dərmana bu bahalı katkıları qatmayın. Elə satın bizə dərmanı. O da deyib, siz xalqın düşmənisiniz, biz sizə dərman satmırıq. Sonra laboratoriya düzəltdilər, Almaniyadan dərman alırlar, bir tabletkanı 3 yerə bölürlər və 2 yerə soxuşdururlar, xalqa ziyan olan, necə deyərlər, maddələri soxuşdururlar xalqa. Bunu hamınız gördünüz dəyərli həmvətənlər. Bunu elə belə adam demədi, professor dedi. İndi isə dünənləri mənim izləyicilərimin böyük əksəriyyətinin tanıdığı dəyərli bir insan dünən efirimizə zəng elədi. Dedi, Qabil, 2 variantda məlumat öyrənmişəm. Həmi dəyirmandan, həmi daş karxanalarından, Qaradağdan. Xalqın yediyi una yarıdan çox kubik tozu qatırlar. Yəni ağ kubikin tozu var ya, kubik tozu. Onu un kimi, toz kimi olur, onu qatırlar. Və həkim də qoşuldu efirə, yazdı efirdə, bu mədə altı vəzi xərçənginə və bağırsaq xərçənginə gətirib çıxardır ki, və belə adamlar 1 ildən artıq yaşaya bilmir. Ən ağır xərçəkdir. Mədə altı vəzi xərçəngi və bağırsaq xərçəngi. Dəyərli həmvətənlərim, İlham Əliyev ki, təzəlikcə başlayıb bu. Bir neçə aydır başlayıbdır. İlham Əliyev, hələ ki Bakıda təsbit eləmişik. İlham Əliyevin yəqin ki göstərişi ilə olar, yoxsa bunu etməzlər. Sual ortaya çıxır. Niyə görə ölkədə dəyirmanlar yığışdırdılar? Niyə görə, indi bax, mən öz efirdə bu gün də bundan danışacağım. Niyə görə ölkədə, rayonlarda, hər rayonda bir neçə dəyirman var idi? Xalq ununu, qardalısını, taxtılını, buğdasını, mərcisini, qaroxunu, nə bilim, qreçkasını gətirib üyüdürdü. Niyə görə bunları ləğv elədilər? İndi bax, siz un alırsınız ha, adı nədir, karmen deyin, nə deyirsiniz? O unun tərkibinə kubik tozu qatırlar. Unun tərkibinin yarıdan çoxu kubik tozudur. İlham Əliyev getə xalqı qırdırır. Gedin baxın, Azərbaycanda hər rayonda bölgədə onkoloji xəstəxanalar var. Gedin baxın, görün, araşdırın, dünyanın heç bir yerində. Baxın, əvvəllər spid xəstəliyi 6-8 nəfər olardı. Belə qan xərçəngi olardı, bir neçə min adam. İndi baxın, Gürcistan və Ermənistanın ikisi bir yerdə, xalqı Azərbaycandan da çoxdur. Hər iki devlətdə olan spid xəstələrinin sayı, onkolojik xəstələrin sayı Azərbaycandan qat-qat azdır. Azərbaycan xalqı, balaca 20 yaşında cavanlara artıq ürəyinə stent qoyurlar. Aləm zəhərli qidalarla sizi məhv eləyirlər. Gedin, qreçka üyüdün, qardalı üyüdün, mərci üyüdün, çörək yeməyin, drojdan istifadə eləməyin. Dünən efirdə belə danışdıq. Hamısı göbələk xəstəliyi, rak xəstəliyi yaradır. Xahiş edirəm, xalqım, məni eşidin. Bundan əlavə, sigaretlərin içinə, o da bax, kamaz şoferlərindən soruşun, tozla əlbəylərə, mənə çoxdandan demişdilər. 2-ci, 3-cü yonca biçiminin bütün maşınları kamaz presə vururlar yoncanı, hamısı gedir tütün zavodlarına, tütün fabriklərinə gedir. Sigaret əvəzinə tütün çəkirsiniz. Yemək əvəzinə zəhər yiyirsiniz. Sizin içdiyiniz suyu Avropada, Ermənistanda, Gürcistanda heç heyvana vermirlər. Əziz həmvətənlərim, aldığınız unun, çörəyin tərkibinin yarıdan çoxu
kubik ovuntusudur un şəklində. Yazıqsınız. İlhamı devrəcək o günə çox az qaldı. Amma siz sonraki sağlamlığınızı qaytara bilməyəcəksiniz. Xahiş edirəm bəyənin, paylaşın, hamı xəbərdar olsun və gəlin haqq